necə böyrək ağrısını başqa ağrılardan fərqləndirmək olar? Ümumiyyətlə, xəstə belə bir şikayətlə gəlirsə, deyir, məsəl üçün, həkim, məndə beldə ağrı var, bu 100% böyrəkdir. Həkimin, belə deyim, ağlına gələn bir 2-3 dənə diaqnoz var, hansı ki, həmin o ağrıları verə bilər. Yəni, ən birincisi elə böyrək ağrısının özüdür. Böyrəkdə ağrı nəyə görə ola bilər? Belə baxanda böyrəkdə ağrı 3 durumda ola bilər. Əgər böyrəkdən daş düşürsə sidik axarına, əgər böyrəkdə iltihab varsa, güclü iltihab və üçüncü, tutalım, bəzi hallarda böyrəklərdə törəmə olur və o törəmə hansısa yaxın orqanlarımı, ya elə böyrəyin özünün işinə maneçilik yaradır və yenə də ağrı olur. Bu, sırf böyrək ağrılarından danışdıq. Başqa tipli ağrılar var, hansı ki, böyrək ağrılarına çox oxşayır, amma ki, yəni, əslində böyrək ağrısı deyil. Bunlardan biri, tutalım, bel ağrısı. Yəni ki, bel, əzələ, onurğa nahiyəsində olan ağrılar. Xüsusən də bu xəstələri əsl böyrək ağrısı olan xəstələrdən fərqləndirən bir şey var ki, demək olar 80-90% hallarda xəstə qapını açıb kabinetə girən kimi başa düşürsən ki, yəni problem nədir? Nəyə görə? Əgər xəstə kabinetə girən kimi əlini belindən tutubdursa, məcburi bir vəziyyət tutubdursa, axsaya-axsaya gəzirsə və gələn kimi deyəndə ki, həkim mənim böyrəyimi tutubdu, mən 80-90% əminliklə deyə bilərəm ki, bu böyrək deyil. Nəyə görə? Yəni, heç bir böyrək ağrısı ayağa verə bilməz. Bu bir. İkincisi, bəzi hallarda xəstə, tutalım, nəfəs alanda o ağrılar kəskinləşir, hesab edə bilər ki, onda təngi nəfəslik var və bu da çox güman ki, böyrəyin əleyhinə deyil. Çünki bu şikayətlər və bel ağrısı, ayaqda ağrı, bunlar hamısı sinir sistemindən bağlıdır. Və əgər hardasa sinir hansısa əzələlərin arasında qalırsa, ya da məsəl üçün sinirdə iltihab varsa, onurğadan gələn sinirlər hansısa səviyyədə sıxılırsa, əlbəttə bu oxşar simptomlar verə bilər və xəstə elə bilər ki, bu böyrək ağrısıdır. Amma yenə də deyirəm, xəstə əgər məcburi bir vəziyyət tutursa, həmin o vəziyyətdə ağrı keçirsə və tutalım uzananda keçir, ayaq üstə duranda kəskinləşir, bu çox güman ki, böyrəklə bağlı deyil. Bəzi xəstələr məndən soruşurlar ki, bəs biz necə bilə bilərik ki, bu böyrəkdir, böyrək deyil? Əslində bu həkimin işidir. Yəni belə deyim, ev şəraitində bunları dəyərləndirmək biraz düzgün deyil. Hətta belə deyim, yəni fizikal müayinə var. Yəni ki, həkim xəstəyə baxmalıdır, tək söhbət yox, amma ki, xəstədə olan müəyyən simptomlara baxmalıdır. Belə bir simptom var, Pasternatski simptomu. Bəlkə də müəyyən xəstələr görübdür ki, ayaq üstə olanda həkim xəstənin böyrək nahiyəsinə yüngül vurmalar eləyir, sağ tərəfdən, sol tərəfdən. Bu simptom bizə nə göstərir? Əgər ağrı böyrəkdənsə, böyrəkdə nəsə bir iltihab varsa da, toxunmalarla, belə deyək, böyrək biraz şirkələndikcə ağrı verir və o simptom müsbət və mənfi olur. Əgər müsbətdirsə, yəni o deməkdir ki, həmin o vurma zamanı xəstədə kəskin ağrılar başlayır və əgər mənfidirsə, bu o deməkdir ki, xəstə həmin simptoma heç bir reaksiya vermir və xəstədə heç bir ağrılar yaranmır. Əlbəttə ki, əgər böyrək ağrısıdırsa, qarın nahiyəsinin fizikal müayinəsi eləmək lazımdır. Yəni, sadə dillə desək, böyrəklərə biz baxmalıyıq əllə, ümumiyyətlə qarın orqanlarına. Çünki bəzi hallarda kəskin böyrək sancısı apendisit olan zaman ağrıları belə deyim, bizə müşahidə edə bilər. Əgər qadın xəylağıdırsa, onlarda tutalım adneksit ola bilər, apopleksiya deyilən bir diaqnozlar, yəni ki, yumurtalıqla olan problemlərdir və onlar da həmin o simptomları böyrək ağrısına ya sidik axarında olan problemin ağrısını müşahidə edə bilər bizə. Ona görə biz mütləq bir-birindən dəyərləndirməliyik bu durumları.